Salam mənim əziz izləyicilərim. Deməli Tuncay atası gələndə oyuncaqlar almışdı. Tuncay nə qədər sevindi, oynadı biraz. Başını qatdı. Qəşəng idi, yəni üstünə qoyub fiqurları indi hər gün başa salacağam onun üçün. Bir dənə də belə bir qatar almışdı. Qatarın poyuzun üstündə sürməyə alınmadı deyə belə verdik. Bu da polis paltarıdır. Çok qəşəng idi, yaraşdı Tuncaya. Qəşəng idi. Sağ olsun. Qatarı beləsinə qoyduq. Tuncay 2 dəqiqəyə bir təkərin qırdı. 3 dənə sanma getdi dalbadal. Qəşəng bir şey idi amma. Sonra çıxdıq evdən, gedirik marketə, evə alış-veriş eləməyə. Hamımız birlikdə. Yolda Məhərrəm dedi, gəlin bura. Maşınımın ayağı altısını təzələmək istəyirəm. Bir yerdə seçim edək. Çox keyfiyyətli məhsullardır. Ev ayağı altı, yəni orijinaldır. Sertifikatı falan hər bir şey var. Burada da ıznaklardır. Hər bir şey çox qəşəng idi. Material falan. Biz də seçimimizi elədik. Adı da belədir. Bolmartdan biraz qabağadır, yolun qırağında. Təzə açılıb 7-8 ay olar. Amma qəşəng, yəni keyfiyyətli mallardır. Sonra girdim marketə. 2 dənə belə özümə salfetka götürdüm. Sonra gedirəm Tuncaya salfetka seçməyə. Tuncaya bu papilərdən çox vaxt işlədirəm. Qəşəng olur bunlar. Bir dənə belə götürdüm salfetka. 2 dənə də balaca yolda falan işlətməyə. Məhərrəm burada Mila içir. Tuncay arabasını sürür. Bu da babasının arabasıdır. Evə lazım olan məhsulları alıb. Qaymaq da endirimdə idi. Götürdük. Burada Holland pendiri. Bu da Məhərrəmin saçaqlı pendiri. Gəldim, bişirdim, yedik. Saçaqlı pendiri qızardıram. Çox qəşəng olur. Burada da kartof, soğan qaynanam seçdi, aldı. Tuncayı qoyduq. Biraz oynadı. Qəşəng yer idi, oynamalı. Oynadı biraz orada, başını qatdı. Sonra isə gəldi. Burada da yağ seçdik. Yağları da götürdük. Mən də makaron, olmazsa olmaz makaronum. Çeki də sırazı vurdum qaynanam. O birisi yerdəydik. O gəlincə mən yüklədim ujeyi. Burada da getdim mamagilə. Gəlib çatdı ujeyi. Qapının ağzında. Qapını döydü. Gözləyirik qapını açsınlar. Tuncay da gözləyir. Gəldi, mamanın gülləri çox qəşəngdir. Gəldi, çatdıq. Məhərrəm qaynanasından kartofla toyuq qızartması istəmişdi. Mama çox gözəl qızardır kartofu, toyuğu, o qədər ləzzət eləyir. Demək olar ayda 2 dəfə falan. Məhərrəm burada tərifləyir qaynanasının süfrəsini. Ayda 2 dəfə falan deyirik, mama eləncində toyuqla kartof qızardır. Gəlib yeyirik. Məhərrəm çox sevir, hətta bizdə, yəni mamanın çox qonaqları gələndə deyirlər ki, toyuqla kartofdan qızart yeyək. Çörəyi də doğradım, gətirdim. Bəh, bəh, bəh. O qədər dadlı idi. Ləzzət elədi. Sağ olsun mamam, əllərinə sağlıq. Öz hazırladığımız kompotun, yəni gətirmişdim mamaya, ondan da süzdük, içdik. Sonra mindim Məhərrəmlə maşına, gəldik, sifarişimizi götürdük. Super çıxmışdı, rəng seçimimiz falan çox qəşəng. Yoldaşımın maşının sidenyaları koricin olduğuna koricin seçdik. Çox gözəl idi, bəyəndim, həqiqətən səliqəli, yəni qəşəng bir şey idi. Rəngi də necə var, eləncini eləmişdilər. Yarım saat 40 dəqiqəyə hazır eləyirlər. Təzdən gəldim, mamagilə qayıtdıq. Qaynanam dedi, Tuncay başımıza oyun açır, dayanmır. Gəldim, gördüm babası ilə nerede oynayırlar. 2 baba, bir nəvə. Sonra gördüm qaynanam qabları da yuyub, sağ olsun. Gəldik evə, Tuncay yatdı. Sağ olun, salamat qalın.